Kardeş ülke Azerbaycan'ın Berde şehrinde bir ev yanıp kül oluyor. Fakat evde bulunan Kur'an ve Kur'an'ın tefsiri olan Risale-i Nur eserleri yanmıyor. Halbuki aynı kitaplıktaki okul ve diğer kitaplar yanıp kül oluyor. İşte o ibretlik görüntüler. Salamünaleyküm. Bu Bərdədən bir qardaşımızın evidir. Bugün səhər sübh tezdən platkadan alışıb. Bu şəkildə maalesef tərtəmiz yanıbdır. Allah yardım eləsin. Özlərinin canlarını zor qurtarıblar. Bütün hər şey yanmış. Bu vəziyyətdə sadəcə bir şey var, onu paylaşmaq istəyirik. Həqiqətən çox ibrətli bir şeydir bu. Bax, bu hissədə bizim Risale-i Nur külliyyatı olmuş. Orada da Quran-ı Kərim, bizim müqəddəs kitabımız. İndi onu çəkəcəm sizin üçün. Bax, burada da digər kitablar falan, məktəb dərsliklər falan bunlar olmuş. Bax, burada bütün hamısı kül olmuş. Bütün o dərslik kitabları, uşaqların kitabları, hamısı. Amma Allaha hamd olsun, bu vəziyyətdə Quran-ı Kərim və Risale-i Nur kitablarına, yazılarına heç bir şey olmamış. Sadəcə üstləri biraz zaten bu vəziyyətdə normaldır, yəni üst hissələrinin biraz hiss olması. İndi göstərəcəm, kitablar çöldədir, götürmüşük. Baxın, yəni bu vəziyyətdə hər şey yanmış, kül olmuş. İndi kitabları göstərəcəm sizə. Kitablarda sadəcə belə qıraqlarında şeylər olmuş, amma yazı hissələrinə heç bir şey olmamış, yəni. Baxın, yəni hamısını vərəqləmişik, baxmışıq. Baxın, həqiqətən çox böyük bir möcüzədir, yəni. Cənab Allah hamd olsun. Bu Cevşən kitabımızdır. Bax, bu da belə. Bax, ən çox şey olan bu kitabın üst hissəsidir, amma ən çox zədə alan bu kitabdır. Amma bunda da yenə kitabın səhifələrində, yazılarında heç nə yoxdur, yəni. Heç bir yanma, heç bir şey. Sadəcə üst hissələri biraz şey olmuş. O da zaten o boyda yanğından normaldır, yəni kitabın üst hissəsi hiss olmuş, belə qaralmış. Baxın, hamısı bu şəkildə. Quran-ı Kərim orada da, bir dəqiqə. Onu da göstərək. Baxın, bu Quran-ı Kərimdir. Bunun da yəni zaten üst qabıq hissəsi alovdan şey olmuş, amma baxın, yəni kitabın yazı hissəsində, ayətləri olan hissəsində heç bir şey yoxdur, yəni. Baxın, qardaşlar, baxın, həqiqətən